Macarıstanın cümə gündən etibarən sərhədin bağlamasından sonra minlərlə miqrant tranzit keçid üçün alternativ marşrut olaraq Xorvatiya, oradan isə Sloveniya axın edir. Təkcə şənbə günü Sloveniyada rəsmən 2700-ə yaxın miqrant və Suriyalı qaçqının gəlişi qeydə alınıb. Bu isə Sloveniya hökumətini çıxılmaz vəziyyətə salıb. Çinarə Vaqifin reportajı. Polis təkbaşına miqrant axınına nəzarət etməkdə aciz olduğundan baş nazir qeydiyyat və toplama məntəqələrinə ordu əskərlərinin göndərilməsi əmrini verib. Sloveniya hökuməti Macarıstandan fərqli olaraq sərhədi miqrant və qaçqınların üzünə bağlamır. Əksinə Almaniya və Avstriyanın miqrant qəbulundan imtina etməyəcəyi təqdirdə sərhədin sona kimi açıq qalacağını bəyan edib. Xorvatiyadan miqrantlar ölkəyə xüsusi avtobus və qatarla gətirilir. Macarıstanın sərhəddi bağlamasından sonra Sloveniyanın dəmir yolu vağzalına yüzlərlə miqrant gəlib. Miqrantlar qatarlardan düşən kimi güclü polis nəzarəti altında avtobuslara mindirilir və qeydiyyat üçün müxtəlif düşərgələrə aparılır. Macarıstanın Xarici İşlər Nazirliyi miqrantların axın etdiyi qonşu Xorvatiya ilə sərhədin bağlanmasından sonra müvəqqəti olaraq Sloveniya ilə sərhəddə sənədlərin yoxlaması prosesinə başlayıb. Lakin Xorvatiyadan fərqli olaraq Macarıstan və Sloveniya Şengen zonasına daxildir və qaydalara görə həmin ölkələrin sərhədlərində vətəndaşların sərbəst hərəkəti təmin olunmalıdır. Həmçinin Macarıstan hökumətinin rəsmisi sərhəddəki yoxlamaların Şengen zonası qaydaları çərçivəsində olduğunu və qonşu dövlətlər Xorvatiya və Sloveniyadan çıxan miqrantların ölkənin Rediç sərhəd məntəqəsi yaxınlığından keçməsi ilə əlaqədar tətbiq olunduğunu da açıqlayıb. Bundan əvvəlsə rəsmi Budapeşt qalmaqallı fikir səsləndirərək Avropanı xristian dəyərlərin təhlükəsizliyi və çiçəklənməsini risk altına alan müsəlman qeyri-legalların axınından qorumaq üçün bir növ tarixi məsuliyyət daşıdığını da deyirdi. Miqrant axınının öhdəsindən gəlmək üçün Macarıstan vahid Avropa sərhədi xidməti yaratmağı təklif etsə də Avropa Birliyi bu təklifi rədd edib.